Renat Bey, baxın, bəyləri bilirsiniz ki, avtomobillərinə həddindən artıq çox düşkün olurlar da. Bəzən sizə bir şey deyim ki, mənim yaxın qohumlarım var ki, əllərində əlac olsa deyərlər ki, avtomobilə minəndə ayaqqabılarımı çıxart otur. Yəni o dərəcədə avtomobillərin üzərində bizim də sürücülərimiz var, bizə yaxınlaşır. 100% elə müştəriləriniz də var. Hədsiz dərəcədə çoxdur özdə. Biz maşına minəndə birinci deyirlər gözü təmizliyim üstün başını sonra oturun. Əvvəlcə elə gəlin bundan başla. Bu nədir bu avtomobil düşkünlüyü olan bəylər? Niyə bu qədər sevdalı olurlar avtomobillərin? Bizim bəzi usta yoldaşlarımıza bu barədə çəkiş edib, deyir, avtomobilləri deyir, özünüzdən çox sevməyin də. Bu sadəcə olaraq dəmir parçasıdır. Sizin üçün elə bir önəm kəsb etməsin. Bugünkü gündə də bəzi sürücülərimiz var ki, avtomobil onun üçün hər şey deməkdir. Tək avtomobil olaraq deyil. Elə bu mövzu buradan açılmışkən, gəlin bura bir aydınlıq gətirək. Sonra digər avtomobildə olan nasazlıqlardan bağlı suallar verəcəm sizə. Və indi gəlir sizə müştərilər, daha çox bəylər təşkil edir və xanımlar da 100% ki, gəlirlər, avtomobillərini gətirirlər. Ümumiyyətlə, bu indi mənim aləmimdə bəylər daha çox düşkün olurlar avtomobil. Heç xanım gətirib avtomobilini deyirmi ki, bura ehtiyatla əl vurun, avtomobilin burası belə olar və yaxud da ki, siz bayaq dediniz ki, az qalırlar deyərlər ki, deyən qoy buranı təmizləyim, ondan sonra bəyləşin. Elə olur xanımlar, yoxsa ancaq bəylərdədir? Belə deyim, normalda məntiqlə düşünəndə deyərlər ki, məsələn, xanımlar bu cür daha çox həssas olarlar. Bizə bildiyiniz üzrə hal-hazırda Chevrolet sürücüsünün 60-70% xanımdan ibarətdir. Mən hələ elə bir xanım sürücü görməmişəm ki, yaxınlaşsın bizə desin ki, usta, bura nə bilim əl vurmayın, bura nə bilim neynəməyin. Ancaq bəylərdir də. Onda belə də xanımlar öz üzərlərində belə həssas davranırlar ki, buram belə üzüm gözəl olsun. Məncə də xanımlar maşına qədər dönəm vermirlər. Əsas qaz verəndə getsin və səlam. Və bir də ki, onların maşınlarının nazını çəkəcək bəylər var da. Yəni onların həm özünün nazını çəkir, həm avtomobillərinin. Yəni həyat yoldaşı məşğul olacaq. O tipdən biraz rahatdılar.